Düz 11 stansiya yol gəlmişəm. Deməli, inşaatçılardan girdim, Əhmədlidən çıxdım. Uşaqlar məni bura futbola baxmağa çağırıblar. Mən də az getdim, üz getdim, dərə, təpə, düz getdim, gəldim, çıxdım deyilən məkana. Şəxsən mənə görə futbola evdə yox, pub, restoranda baxmağın ayrı ləzzəti var. Burada ilk dəfə də otururduq. Əsas diqqətimizi çəkən nəhəng monitor oldu. Mən şəxsən bu qədər publarda oluram. Bu böyüklükdə monitora rast gəlməmişdim. Salonun aurası qəşəngdir, adamı sıxmır. Çöldə açıq havada və ya kondisionerli, televizorlu kabinetlərdə də oturmaq imkanı var. Biz isə ab-havanı hiss eləmək üçün məhz salonda oturduq. Hərə özünə görə müxtəlif məzələrdən sifariş elədik. Bəyəndiklərimiz də oldu, bəyənmədiklərimiz də. Bəri başdan deyim ki, bahalı yer deyil. Salonun Instagram hesabına baxsaz görəcəksiniz. Burada ən çox xoşumuza gələn göbələk cipsi oldu. Çox əla hazırlamışdılar. O dərəcədə ki, ard-arda 2-3 dəfə sifariş elədik. Çörək dilimləri üzərində ton balığı ilə hazırlanmış brüsket verdilər. Amma çörəyi xırt-xırt olsaydı lap əla olardı. Ümumiyyətlə, qızardılmış saçaq pendir, sosislər, üstü bol pendirli grinkilər, yəni nə yalan deyim, məhsulları təzə və keyfiyyətli idi. Mən rahatlıqla Qarayev, Xalqlar, Neftçilər, Əhmədli, Həzi Aslanov zonasında yaşayanlara tövsiyə eləyə bilərəm. Məkan Əhmədlidə, Bakı Kinoteatrının arxasında, məhlələrin arasında yerləşir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.